olmaq lazımdır geriyə ötürmələrdə. Son 3 dəqiqə. Thiago, Vanderson. Sol cinahdan Xəzər Lənkəran növbəti hücumunu qurur. Vanderson'un diagonal ötürmə Nildo'ya doğru. Neftçi müdafiəsi diqqətlidir. Thiago. Rahid var mərkəzdə. Rahidlə oynayır. Xəzər Lənkəran cinahı dəyişir. Rahid eləşi topladı. David Sakkoni. Tural Cəyalov və Ağabala Ramazanov da bu cinahda var. Sakkoni'nin ötürməsi. Burada Embilla'ya çata bilərdi top. Rahid Əmirquliyev. Neftçinin əks hücumu. Cavid İmamverdiyev hazırlaşır meydana girməyə Neftçinin heyətində. Flavinho. Rəşad Sadiqov top Neftçidədir. Elias. Xəzər Lənkəran sağ cinahdan hücumu Ağabala Ramazanovla davam edir. Ağabala Ramazanov sürət yığır, qayda pozuldu burada. Və pozulmadı. Hakimləri buradan yaxşı görmək olmur onların hansı qərar verdiyini, amma bəli, Xəzər Lənkəran futbolçuları irəli gedir. Bu deməkdir ki, qayda pozuntusu qeydə alınıb. Neftçidə isə əvəzləmə. Cavid İmamverdiyev meydana daxil olur. Onun əvəzləyici futbolçu isə biz tabloda görəcək. Ernest Nfor. İlk əvəzləmədir. Xeyr, bu Rəşad Sadiqovdur, amma meydandan çıxan futbolçu Tərlan Quliyevdir. Səhv etmirsə burada qırmızı vərəqə göstərildi bu futbolçuya və bəli, Tərlan Quliyevə qırmızı vərəqə göstərildi və o futbolçu meydanı tərk etdi. Əvəzləmə isə qırmızı vərəqə Neftçi komandasının oyuncusu Tərlan Quliyevə göstərildi. Hələ Rəşad Sadiqov isə hal-hazırda meydanı tərk edir və onun yerinə Cavid İmamverdiyev daxil olur. Aşağıda kırmızı Belə bir qarışıq vəziyyət alındı. Üzrlə hesab ediniz, görüntü çox pis olduğundan biz digər cinahda nəyin baş verdiyini çox böyük məhdudiyyətlə görürük. İndi isə cərimə zərbəsi yerinə yetirilir Xəzər Lənkəranda. Ötürmə. Ford topu uzaqlaşdırdı. Xəzər Lənkəran VIP tribunasına doğru. Sakkoni. Diqqətli, ehtiyatlı olmaq lazımdır. 4 dəqiqə əlavə edildi və artıq əlavə olunmuş dəqiqələr başlandı. Oyunun əsas vaxtına 4 dəqiqə əlavə olundu. Embilla topu endirə bilsə də lazım ünvana endirə bilmədi. Artıq daha bir əvəzlənmə. Mir Hüseyin Seyidov daxil olur meydana. Neftçi azlıqdadır ki bu arada. Sağ cinahdan Ağabala Ramazanov burada oynaya bilmədi yaxşı. Amma top Xəzər Lənkərandadır. Skarlatake, daha bir ötürmə. Embilla. Xeyr, hakim burada qayda pozuntusunu qeydə almadı. Sakkoni. Sakkoni'nin zərbəsi top dirəyin yanından tərk etdi meydanı. Stamenkoviç yenə də yerdədir. Amma yox, qalxdı ayağa. Neftçidə isə Flavinho meydanı tərk edir. Yerinə Mir Hüseyin Seyidov daxil olur. Neftçi komandasının heyətində növbəti əvəzlənmə. Flavinho'nun əvəzinə meydana Mir Hüseyin Seyidov daxil oldu. Xəzər Lənkəran topu elə keçirdi. Elias. Ağabala. Tural Cəyalov. Elias. Ağabala Ramazanov. Ötürməsi. Mahir Şükürov burada yetişdi yenə də topa.
Demək olar ki, bir epizodda Xəzər Lənkəran futbolçusu fərdi olaraq Neftçi müdafiəsini üstələdi və həmin epizodda qol nəticələndi. Wanderson Skarduelli. Nildo. Ötürməsi. Mbilla'ya çatmadı top. Sakkoni. Cinahı dəyişdi Sakkoni. Tural Cəlilova doğru ötürmə. Artıq Ağabala yaxındadır. Arkada İlyas var. Ağabala, Tural Cəlilov. Top Turaldadır. Amma Neftçi oyuncuları ələ keçirdi topu. Vahid Əmirquliyev. Ötürmə etmək var. Zərbə və top qapının üstündən keçdi Mbilla'nın zərbəsindən sonra. Amma korner. Korner. Artıq bütün qüvvə ilə Xəzər Lənkəran irəli gedir. Sakkoni bircə arxadadır, o saatı soruşur. Və Stamenkoviç yerə yıxıldı burada nədənsə. Gözə görünməz qüvvə ilə yəqin mübarizə aparır Neftçinin qapısı. İndi isə korner. Ötürmə Skarvataki. Haşim qolu saymır. Yox, qırmızı verəqə, gəlin gözləyək. Gəlin gözləyək nə baş verir, hələ ki heç nə aydın deyil. Bircə bunu başa düşür ki, meydanda bir dəqiqə böyük qarışıqlıq var. Görüntü də çox məhduddur. Gəlin görək, sayır və ya saymır qolu. Baş hakim. Hələ heç nə aydın deyil, amma Xəzər Lənkəran futbolçuları mərkəzə doğru gedir. Bəli, gol Adrian Skarvataki ardıcıl olaraq ikinci oyunda Xəzər Lənkəran üçün vacib gol vurur. Adrian Skarvataki. Skarvatın nömrəsi neçədir? 27. 27. Xəzər Lənkəran sona qədər mübarizə aparmaqla çox vacib gol vurur. İndi sadəcə biz hələ də meydanda nələrin baş verdiyini tam anlamırıq. Hakim daha bir futbolçuya qırmızı vərəqə verir. Bu Bruno Bertucci'dir. Hələ ki Neftçi mərkəzdən topu başlamayıb oyuna. Meydanda Mustafa Dənizlidir. Ağabala Ramazanov da artıq. Bəli, daha bir qırmızı vərəqə Ağabala Ramazanova verilib. Amma Ağabala Ramazanov bu oyunda əla oynadı. Bəli, qırmızını almasaydı bəlkə də ümumiyyətlə onun aktivinə yazılacaqdı bu oyun keçirdiyi, Xəzər Lənkəran heyətində keçirdiyi ən yaxşı oyunlardan biri kimi. Burada hələ ki mərkəz dairəsi yaxınlığında Neftçi futbolçuları hakimlə mübahisələrini davam etdirir. Böyük gərginlik var və gəlin azarkeşlərimiz üçün qısa bir yekun edək baş verən epizodlardan. Deməli, qol vuruldu, Xəzər Lənkəran hesabı bərabərləşdirdi Adrian Skarvataki ilə və Bruno Bertucci ilə Ağabala Ramazanov qırmızı vərəqə aldı. Bax belə, 2-2 oyunun son saniyələri və hakim oyunu bitirdi. Açar tapını, Beymanə. Xəzər Lənkəran çətin qarşılaşmada məğlubiyyətdən qaçdı. Son dəqiqələrdə vurulan qol